Hamıya salam. Bugün 4-cü sinif riyaziyyat çalışmalarından sizlərlə birgə işləyəcəyik. Gəlin başlayaq. Biz həcmdəyik və həcmin nə olduğunu sizə deyim. Həcm bucaqlardan ibarətdir. Bəzi suallar düşə bilər ki, vahid kublardan düzəldilmiş fiqurların həcmini tapın. Bu zaman figurları sayırsınız kublarını. Figurun kublarını sayırsınız. Bəzən də belə bir sual düşə bilər ki, düzbucaqlı paralelipipedin həcmini tapın. Bununla da biz bütün bucaqları bir-birinə vururuq. Bu zamanda biz bunları bir-birinə vurduqda bunun paralelipipedini tapa bilirik. Bəzən də belə suallar verilir ki, həcmləri verilmiş düzbucaqlı paralelipipedlərin verilməyən tillərinin uzunluqlarını tapın. Bu dəfə də biz həmin ədədləri bir-birinə vururuq, sonra da bunu bölürük, santimetrindən bölürük. Yəni bunun paralelipipedi budur. Bunu buna vurub buna bölürük. 5 kere 9 45. 135'i də 45'e bölürük. Eləyir cavab 3. Deməli bu tərəfi 3'dür. Bunları da bir-birinə vuranda bu ədədi alırıq. 7 kere 7 49. 196'nı da 49'a böləndə 4. C'yə baxırıq. 6 kere 7 42. 210'la 42'ye böləndə 5. D'yə baxırıq. 4 kere 8'in 32. 64'ü də 32'ye böləndə 2. E'də isə 8'i 11'e vururuq. 88. 440'ı da 88'e böləndə eləyir 5. F'də isə 12'yi 7'ye vururuq. 672'yi bölürük. 12'yi 7'ye vuranda 84. 672'ni də 84'e böləndə eləyir 8. Keçirik 8'ə. 8'də isə deyir ki, həcmləri və hündürlükləri verilmiş fiqurları paralelipipedin oturacaqlarının sahəsini tapın. Burada isə 144'ü 4'e bölürük, bir tərəfini tapırıq. 255 3'e bölürük, bir tərəfini tapırıq. 128 8'e bölürük, bir tərəfini tapırıq. Bunlarda da eyni şəkildə. 144'ü 4'e böləndə eləyir 36. 255 3'e böləndə eləyir 85. 128 8'e böləndə eləyir 16. 215'e böləndə eləyir 42. 792'ni 6'ya böləndə eləyir 132. 147